Vətəndaş Çinar Süd Məhsulları müəssisəsinin istehsalı olan İvanovalı şor məhsulunun içindən çıxanları paylaşıb. Bununla bağlı videonu Ömər Nazlı Başol adlı Facebook istifadəçisi çəkib. O deyir ki, əldə etdikləri şorun içindən qəribə material çıxıb. O həmin ağ maddənin nə olduğunu bilmədiyini qeyd edir. Sözgedən müəssisənin fiziki şəxs Tural İsmailov aid olduğu iddia edilir. Sifarişçi isə Şərifov Rəşad Nürəddin oğludur. Müəssisənin ünvanı kimi Bərdə rayonu ərazisi göstərilir. Ancaq internet resurslarında nə sözgedən Çinar Süd Məhsulları müəssisəsi ilə, nə də Tural İsmailovla bağlı heç bir əlavə məlumata rast gəlinmir. Görəsən, insanları zəhərləyən bu tip müəssisələrlə bağlı AQTA niyə bir tədbir görmür? Qoşqar Təhməzlənən rəhbər olduğu qurumdan açıqlama olarsa işıqlandırmağa hazırıq. Qopur belə. Baxın. Hansı şordur bu? Çinar şor. Nə qatırlar bunun içinə? Uşaq yediyi yerdə içindən çıxdı. Allah bəlasını versin bunların.